Mən Vüsal Kəlbəcəri, bu günlərim çox gözəl rayonumuz olan Cəlilabad rayonunda. Bu günlərim biz Cəlilabad rayonunun Əsədli kəndində, Şatırlı kəndində gözəl çəkilişlər elədik və bu günlərim də bu kənddə bir neçə nəfər Səxavət müəllim çəkdi, Əzam müəllim çəkdi, bir neçə nəfər müəllimlər çəkdi ki, adlarını demirik, özünüz baxarsınız. Və qocaman müəllimlərdən biri də Qalib müəllimdir. İstəyirəm Qalib müəllim özü təqdim eləsin. Adını soyadı müəllim? Abuşov Qalib Baxşəlioğlu. Neçə ildir təhsil sahəsində çalışmısınız? 42 il çalışmışam. İndi hal-hazırda neçə yaşınız var? Hal-hazırda 66 yaşım var. Allah sizə ömür versin. Yəqin çıxmısınız yoxsa müqavilə işləyirsiniz? Yox, tutardım işləmirəm. Və hansı fən tədris eləmisiniz? Mən əvvəllər rus dili fənnini tədris eləmişəm. Sonra 2006-dan sonra Azərbaycan dili və ədəbiyyatı fənnini tədris eləmişəm. Müəllim, bax, bu günəm 2025-ci il, demək 20 oktyabr tarixidir. Bizim bu çəkilişimiz vasitəsilə nəvələrinizə, nəticələrinizə özürək sözlər nə deyə bilərsiniz? Mən nəvə nəticələrimə və yaxud da elə bütün gənc nəsilə, gələcək nəsilə onu demək istəyirəm ki, dürüst olsunlar. Mən şagirdlərimə də həmişə belə demişəm. Dürüst olsunlar. Əsl Azərbaycan vətəndaşı olsunlar. Çünki vətən olmasa anada olmaz. Nə də uşaqlar olmaz. Vətəni biz qorumalıyıq ki, biz mövcud olaq. Biz də ancaq dürüst uşaq olsunlar, gələcəkdə yaxşı oxusunlar, savadlı olsunlar. Çünki Nizami Gəncəvi nə deyir? Qüvvət elmdədir. Başqa cür heç kəsə üstünlük eləyə bilməz. Biz sizi kimi insanlarla fəxr edirik. Bu günlərim mən Vüsal Kəlbəcəri və bizim bölgə müxbirimiz, jurnalist, demək Zülfiyə xanım Qarabağlı, Uzman Ceyhun bəy də buradadır. Və biz çox gözəl kənd olan Cəlilabad rayonu Ləkin kəndindəyik. Sizə dərin təşəkkürümü bildiririk. Allah sizə ömür versin. O gün olsun 70 yaşınızda, 80, 90 yaşınızda gələk gözəl çəkilir. Çox sağ olun. Allah sizə uzun ömür versin. Çox sağ olun. Versin. Təbrik edirəm. Var olasınız. Çox sağ olun. Allah sizi salamat eləsin. Mən də arzulayıram ki, həmişə bütün kameruz belə şən yerlərə, şad yerlərə, lazımlı yerlərə tuşlansın həmişə. Təşəkkürlər. Sağ olun. Çox sağ olun.